Vallah da billah da Məlikə xanım, biz sizi kimi yaşamırıq. Biz sabah görəsən yol pulu verə biləcək tələbə uşağımıza, onu düşünürük biz valideynlər. Yəni Məlikə xanımın ola bilsin ki, yəni kabineti çox gözəldir, komfortludur, nə bilim biri çayını aparır, biri çörəyini gətirir, nəyi. Yəni halal xoş olsun. Bugün hər şey çətinləşdirə gedirsiniz. Həyatımızda asan olan heç nə yoxdur ya artıq. Hər şey çətindir həyatımızda, hər şey. Bari heç olmasa siz də bir tərəfdən bizim cibimizə girməyin də. Mart ayının əvvəlində imtahan keçirirsiniz. Bilirsiniz uşaqların nə qədər yüklüyür müəllimlər, hazırlıq müəllimləri. Çünki onlar məcburlar, çünki siz onlara o yükü verirsiniz. Övladı, yenə də deyirəm, hazırlaşan valideynlər bilir. 2 il öncə eyni şeyi mən də yaşayırdım. Bilmir uşaq nə vaxt yatsın, bilmir uşaq nə vaxt dursun, bilmir uşaq nə vaxt yeməyini yesin. Azərbaycan dili 20-30 səhifəni birdən verir. Bunun riyaziyyatı var, bunun ingilis dilisi var, bunun nəyi var? Müəllimə də deyirsən ki, amma bu uşağı bu qədər yükləmək olmaz axı. Deyir, bizi də yüklüyürlər də. Mart ayının bir şey ki, nə bilim 8-i 9-u uşaq imtahan verir. Hələ məktəbin bitməsinə də apreli var, mayı var, iyunun 15-nə qədər. Təsəvvür edirsiniz 4 ay. Da martdan da hesablayanda 4 ay qalır məktəbin bitməsinə, amma imtahanlar keçirilir. Məlikə Abbaszadə başqa şey deyir. Elm və Təhsil Naziri Emin Əmrullayev başqa şey deyir. Tələbə qəbulu üzrə Dövlət Komissiyası ilə Elm və Təhsil Nazirliyi heç bir şəkildə bir araya gəlib bu problemləri həll edə bilmirlər. İmtahanı başqası götürür, təhsili başqası verir. Valla bilmirəm ki, indi onsuz da bu yaradılmış bir qurumlardır. Bunlar işlək mexanizmdə olmalıdırlar, işləməlidirlər, amma iş dediyimizsə belə olmur da nəticə etibarilə.